Uşağın alt dodağından kəsdilər, qoydular cinsiyyət orqanına. Həm dərisini biraz çox kəsibdir, həm də kanalı yandırıbdır. Deyən, gülən. Uşaq indi nə dinir, nə danışır, nə vaxtda bir söz soruşsan ağlayır, elə bütün psixologiyası pozulur. Ayaq yoluna gedəndə azlaşır eləyir, sonra başlayır ağlamaq. 8 yaşlı Mir Məhəmmədin valideyni deyir ki, azyaşlı sünnət əməliyyatı olunduqdan sonra artıq 9 aydır ki, əziyyət çəkir. Apardım Fuad həkimin yanına. Fuad həkim uşağa baxış etdi, uşağı əməliyyata aldılar. Uşaq saat yarım əməliyyatda qaldı. Bir gün uşaq palatada qaldı, narkozdan ayılandan sonra. Uşağı götürdüm, gəldim evə. Uşaq qanın içində idi. Mən bununla bağlı həkimə məlumat verdim. Həkim də mənə bildirdi ki, narahat olmayın, bu yazdığım mazlar var, onlardan istifadə eləyin. Bir də tez-tez bu yuyulsun, təmizlənsin, dezinfeksiya eləyin də, yəni keçib gedəcəkdir, heç də olmaz, narahatçılığa səbəb yoxdur. Mən 3 gün keçəndən sonra baxdım ki, uşağın sarğısı, bu əməliyyat olunan yerin sarğısı düşdü yerə. Baxdım ki, həkim bunu yanlış yerdən əməliyyat eləyibdir. Uşağın cinsiyyət orqanını tamamilə lazer aparatı ilə yandırıb. Kanalını da yandırıbdır. Uşaq sidiyə başqa yerdən gedir. Çingiz Seyidov əməliyyatı həyata keçirən həkim Fuad Nəzərova vəziyyəti dəfələrlə bildirsə də, həkim ailəyə cavabında özünə belə bəraət qazandırıb. Çingiz, mən də bilirəm də bu hadisə olubdur indi. Bunu düzəltmək lazımdır. Bunu gündə bir mənim başıma şey eləmək lazımdır ki, sana dedim sənlikləri düzəldəcəm də. Mən sana dedim ki, olurdu, hadisə olubdur. İndi 20 il maşın sürürsən, 21 il vurub adam öldürürsən. İndi bu deməkdən ki, elə bir şey deyil. İnsan da olur da. Uğursuz əməliyyatdan sonra Mir Məhəmmədin səhhəti ilə bağlı Fuad Nəzərovun da mövqeyini öyrənmək istədik. Çoxsaylı zənglərimizdən sonra həkim dedi ki, Алло, Звоните сюда, пожалуйста. а почему вы не хотите показать свою позицию? Что вы хотите? Вот так. qeyd edək ki, azyaşlı ikinci dəfə başqa həkim tərəfindən əməliyyat olunsa da problem həll olunmayıb. Məsələ ilə bağlı Baş Prokurorluqdan Baku TV-yə bildirildi ki, faktla bağlı araşdırma aparılır. Nəticələr barədə ətraflı məlumat veriləcək.